Əlilliyin qiymətləndirilməsi qaydasına dəyişiklik edilib və bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Elə bunu müzakirə edəcəyik studiyada və studiyada qonağım Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevdir. Musa müəllim, salam, xoş gəlmişsiniz studiyamıza. Musa müəllim, bir neçə bu istiqamətdə qərara daxil olan məsələlər var. Biz əlbəttə ki, müzakirəmiz əsnasında bütün bu məqamlara toxunacaq, amma istərdim ilk olaraq ondan başlayaq ki, əlilliyin qiymətləndirilməsi qaydasına dəyişiklik edib, daha modern, daha innovativ sistemə keçilib. Bu nədir? Ümumiyyətlə bizə nə kimi bir töhfəsi olacaq? Buyurun. Bu ilin ötən ilin daha doğrusu yaz sessiyasında parlamentdə əmək pensiyaları haqqında qanuna dəyişiklik olundu və həm pensiya təminatında, həm əlillik təyinatında elektron daşıyıcılardan istifadə edilməsi imkanlarının genişləndirilməsi qanunda təsbit olundu. Bu da nədən irəli gəlir? Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən ölkəmizdə artıq xeyli müddətdir ki, elektron hökumət qurulması siyasəti davam edir və elektron hökumətin qurulması çərçivəsində xidmətlərin göstərilməsi, idarə etmənin təkmilləşdirilməsi, istehsalatda elektron qaydaların tətbiq olunması geniş bir sahəni əhatə edir. O cümlədən Əmək və Sosial Müdafiə Nazirliyi sistemində 150-dən çox xidmətlər elektron qaydada göstərilir və onlardan 50-dən artığı isə proaktiv qaydada, yəni vətəndaşın heç özünün məlumatı olmadan onun təyinatları aparılır. Və bu dəyişikliklər də həmin silsilədən olan dəyişikliklərdir. İndiyə qədər əlilliyin müəyyən edilməsi kağız daşıyıcılar üzərində aparılırdı. Vətəndaş kağız sənədlərin kağız üzərində toplayardı, təqdim edərdi və əlillik təyinatı da veriləndən sonra o kağızda yazılardı və ona da kağız üzərində əlillik dərəcəsi müəyyənləşərdi. Həmin kağız da aparılıb sosial müdafiə mərkəzinə verilərdi və orada da kağız üzərində bu təyinatlar aparılır. İndi həm əlilliyin təyinatı, həm də ki, pensiya təminatının həyata keçirilməsi kağızla yanaşı, həm də elektron qaydada aparılacaqdır. Niyə kağızla yanaşı? Yəni kağızdan niyə bir dəfəlik imtina etmədik? Çünki bizim bir çox vətəndaşlarımız, xüsusən pensiyacılar, yaşlı insanlar bu elektron sistemdən hələ çox uyğunlaşmayıblar, istifadə edə bilmirlər, lazımi məlumatlar ala bilmirlər. Ona görə vətəndaşın istəyinə bağlı olaraq həm elektron qaydada, həm də kağız daşıyıcılar üzərində həm əlillik təyinatının aparılması, həm o məlumatların verilməsi, eyni zamanda pensiyaların təyinatının aparılacaq. Yavaş-yavaş isə kağız aradan çıxacaqdır. Necə ki, artıq əmək müqavilələrinin bağlanması tam elektron qaydada keçibdir və uzun illər bizim hər birimizin, yəni xüsusən yaşlı nəslin işlətdiyi əmək kitabçalarına artıq ehtiyac qalmayıbdır. Və birazdan sonra isə o pensiya kitabçalarına da ehtiyac qalmayacaq. Əlilliyin haqqındakı məlumatlar daşıyıcısı olan kitabçalara da ehtiyac qalmayacaqdır və onlar hamısı elektron üzərinə olacaq. Bunun üstünlüyü nədən ibarətdir? Birinci növbədə informasiyanın etibarlılığı qorunur. Yəni kimsə öz əlillik barədə vəsiqəsini itirə bilər, arayışını itirə bilər, sonra təzədən qayıtmalıdır, arxivlər axtarmalıdır, informasiya qorunur. İkinci, çox sürətlə bu informasiya bir mənbədən başqa mənbəyə ötürülür. Yəni bir düyməni basmaqla kompüterdə özün haqqında bütün məlumatları indi bu saatda biz ala bilərik. Digər əhəmiyyət ondan ibarətdir ki, vətəndaş və məmur arasındakı bəzi hallarda olur, bunu gizlətmənin də bir yeri yoxdur. O qeyri-sağlam münasibətlər tam aradan qaldırır. Çünki bütün münasibətlər elektron qaydada qurulur. İndi hal-hazırda əlillik təyinatı üçün vətəndaşın tutaq ki, tibbi sosial ekspert komissiyalarına getməyinə ehtiyac yoxdur. Müayinə olundu xəstəxanada və ya poliklinikada elektron qaydada göndərilir onun bütün məlumatları. Orada da elektron qaydada baxılır. Əgər hər hansı bir şübhə olarsa dəvət olunur. Şübhə olmasa əlillik təyinatı aparılır. Eləcə də pensiya təyinatı ilə bağlı artıq neçə ildir ki, bizim vətəndaşlarımız pensiya çıxanda heç özü müraciət etmir. Görürsən, onun pensiya yaşı tamam olan günü
onun telefonuna bir məlumat daxil olur ki, sizi təbrik edir, sizə bu qədər məbləğdə pensiya təyin olur. Bunlar hamısı vətəndaşların məmnunluğunun yüksəldilməsi, deyək ki, bəzi bürokratik əngəllərin aradan qaldırılması, elmi-texniki tərəqqinin daha geniş şəkildə həyatımıza tətbiq olunması məqsədi daşıyır və bəs Cənab Baş Nazirin qərarı da bununla bağlıdır və artıq icra olunmağa da başlamışdır. Musa müəllim, siz də vurğuladınız ki, kağızla yanaşı elektron sistemə keçid olub və bir müddət belə davam edəcək dediniz. O bir müddəti soruşmaq istəyirəm, çünki biz bilirik ki, bölgələrimizdə yaşlı nəsil elektron bu sistemlərdən o qədər istifadə edə bilmir, hətta paytaxtda da var, yəni bu faktdır və eyni zamanda da, bax, bu elektron sistemə keçid, biz artıq bu bürokratik gecikmələrdən, əngəllərdən danışdıq və apellyasiya hallarından da istərdim danışaq. Bu prosesin, ümumiyyətlə bu sistemin oturuşması üçün hansısa bir müddət təyin olunubmu və yaxud da bax bu vurğuladığımız məsələlər, bürokratik gecikmələr və yaxud da apellyasiya şikayətlərinin verilməsi, bunlar necə tənzimlənəcək? Bunlar bilirsiniz, bu zamana bağlı məsələlərdir. Konkret bir müddət təyin edə bilərsən və elə ola bilər ki, həmin müddət ərzində bu icra olunmaz və problemlər yarana bilər. Ona görə zamana bağlı məsələlərdir. Bilirsiniz ki, bu ilin mart ayında Cənab Prezident xüsusi bir sərəncamı oldu. Ölkəmizdə süni intellekt strategiyasının hazırlanması və həyata keçirilməsi bu 2025-2028-ci illərə əhatə edir. Süni intellekt də bilirsiniz ki, daha çox internet bağlantısına bağlı bir məsələdir. Bizim təəssüf olsun ki, xüsusilə kənd yerlərində, dağ bölgələrimizdə internetin keyfiyyəti o qədər də yüksək deyil, tez-tez kəsilir, informasiyanı almaq mümkündür. Yəqin ki, bu strategiya həyata keçən 3 il müddətində bütün bu problemlər də aradan qaldırılacaqdır və daha çox təminatlı bir sistem yarada biləcək. Amma bilirsiniz, nə qədər ki, sonuncu bizim vətəndaşımız elektron deyək, qaydalardan istifadə edə bilmir, elektron informasiya mənbələrinə daxil ola bilmir. Bizim ona borcluyuq ki, istədiyi şəkildə ona o təminatları yaradaq və kağız daşıyıcılar da qalsın. Amma yavaş-yavaş tədricən, yəqin ki, mən hesab edirəm ki, yəqin 5 ilə bəlkə də biraz artıq müddətə paralellik davam edə bilər. Ondan sonraki müddətdə isə artıq yeni nəsil gəlir. Bilirsiniz, dünyada indi bu saat 4-cü belə deyək ki, sənaye inqilabı devrində yaşır. 4-cü sənaye inqilabı nə ilə bağlıdır? Kompüterləşmə, informasiya texnologiyalarının inkişafı və bizim həyatımıza daxil olması. Amma süni intellektin artıq ortaya çıxması, artıq 4-cü sənaye inqilabını da geriyə qoyub, bəzi ölkələr hətta bunu 5-ci sənaye inqilabı da adlandırırlar. Elə onu deyim ki, dünən Milli Məclisdə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Parlament Assambleyasının sosial və insan hüquqları komitəsinin bir iclası keçirildi və biz də o komitədə təmsil olunuruq və məhz burada süni intellekt, onun sosial aspektləri müzakirə olunur. Artıq bütün dünya demək olar ki, bu məsələlərlə məşğuldur və Cənab Prezidentin də bu ilin martında verdiyi həmin süni intellektlə bağlı sərəncamı məhz dünyadakı gedən trendləri Azərbaycana qoşulması və geridə qalmaması üçündür və onu da deyim ki, informasiya texnologiyalarının inkişafı üçün ölkəmizdə kifayət qədər işlər görülür, şərait də var, amma görüləsi işlərimiz də var. Məhz ona görə də deyirəm ki, biz müəyyən müddət həm də paralelliyi qoruyub saxlayacaq. Bütövlükdə isə bu addım Cənab Prezidentin verdiyi sərəncam, Cənab Baş Nazirin imzaladığı qərar əhalimizin bütün informasiyalara çıxışını sürətləndirir, müəyyən bürokratik əngəlləri aradan qaldırır, etibarlılığı artırır və vətəndaş, məmur arasındakı əlaqələrin daha da məhdudlaşmasına gətirib çıxaracaqdır. Musa müəllim, indi biz müzakirəmiz əsnasında mən həm də buradakı rəqəmlərə nəzər yetirirdim. 2025-ci il üçün birinci yarı üçün sosial-iqtisadi göstəricilərdən burada söhbət gedir və rəqəmlərə baxanda 2021-ci ildən bəri ən azından minimum pensiya 62%, daha doğrusu 62,5% artıb və bu çox ciddi göstəricidir əslində, amma eyni zamanda da inflyasiya səviyyəsinə də toxunmaq lazımdır yəqin ki. Alıcılıq qabiliyyəti nə dərəcədə qorunur burada, ümumiyyətlə proses necə reallaşacaq və bu pensiyalara edilən dəyişiklik konkret olaraq nədən ibarətdir? Ümumiyyətlə bilirsiniz, pensiyaların artımı iki qaydada aparılır. Bir ümumi qaydada pensiyalar artır, bir də xüsusi qaydada fərdi hallarda pensiyalar artır.
ümumi qaydada artan pensiyalar ya yaşayış minimumuna bağlı olaraq Cənab Prezidentin verdiyi sərəncam əsasında pensiyaların minimum məbləği artırılır. Bilirsiniz, ötən ildə bu proses getdi və pensiya minimum məbləği 320 manata gəldi çatır. Bir də ölkədəki il ərzindəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq pensiyaların sığorta hissəsi indeksasiya olunub artırılır. Məsələn, keçən il təxminən 9%-ə yaxın artırılmışdı. Bu ilin birinci yarısında 9.5%-ə çatdı həmin artım və gələn il üçün də təxminən 9.5% artımın olması gözlənilir. Digər hallarda isə fərdi qaydada və deyək ki, pensiya çıxan vətəndaş pensiya ala işləyirsə, 6 ildən sonra onun pensiyası hesablanıb artırıla bilər. Bir də dövlət qulluqçuları var, keçmiş hərbi qulluqçuları, onların da pensiyasında fərdi qaydada artımlar olur. Yəni, nə demək istəyirəm? Yəni, bu artımlar həmişə xüsusilə pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunub artırılması inflyasiyanı üstələyən artımlardır. İndi bu il ölkəmizdə inflyasiya o qədər yüksək deyil, yəni 4%-ə yaxın belə bir inflyasiya olacaqdır. Amma biz danışırıq pensiyanın sığorta hissəsinin 9% artımından. Amma təəssüflər olsun ki, bir çox hallarda ərzaq inflyasiyası bizim pensiyaçılarımız, o cümlədən digər az təminatlı vətəndaşlarımızın həyatının daha da çətinləşməsinə gətirib çıxarır. Bundan ötürü mən hesab edirəm, dövlətin gördüyü tədbirlərlə yanaşı cəmiyyətin, xüsusən iş adamlarının, biznes adamlarının da müəyyən dəstəyinə ehtiyac vardır ki, müəyyən hallarda endirimlər, dünya praktikasında bunlar var da. Ayın sonunda, kvartalın sonunda bəzi endirimlər eləyirlər və bəzi hallarda o insanlar üçün xüsusi kvotalar verirlər ki, qiymətlər aşağı salınsın. Yəni, bu istiqamətdə də işlər aparılması lazımdır. Musa mənim çox sağ olun, təşəkkür edirik studiyamıza gəldi, suallarımızı cavablandırdınız və bax, bu mövzu, bu məsələ həqiqətən də müzakirəyə açıq bir predmetdir və hər zaman izləyicilərimizin də diqqətdə saxladığı məsələdir. Vurğulayım ki, studiyada qonağımız Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev idi. Biz onunla birlikdə pensiyalardan danışdıq, eyni zamanda 50-in qiymətləndirilməsi yeni dəyişiklik edilib. Bax, bu mövzuya toxunduq və bugünə çatdıracağımız mövzular bunlardan ibarət idi. Sabah görüşərik. Hələlik.